8. Və 5-ci turun 3-cü qarşılaşması ilə sizlərlə bərabərəm. Türkan Alfa oyunu izləyəcəyik bugün. Hər iki komandanın gözəl heyəti var. Hər iki komandaya yollar arzulayıram. İnşallah bol qollu gözəl oyun izləyərik. Top indi Coşqunda. Samir rəqibini keçir. Zərbə momenti. Zərbə qapı dirəyindən ikinci zərbə. Umudov. Uzun ötürmə verir. Gözəl də olunur. Ay ay ay. Alınmadı Türkan komandasının hücumu. Qəddəs. Nasıl sevər əsləri kimi alınmır. Sağ ol. Coşqun. Uzun ötürmə. Səttar Umudovda qalır top. Qəddəs. Bitirmir. Coşqun. Qəddəs sıxır Coşqunu. İbrahim top uzaqlaşdırır. Osim. Osim. İbrahim qaytarır topu. Vüsal. Yeniyəcək. Qəddəs sıxır Vüsalı. Taç. Özü olsun. Tərs toxunuş gələcəkdi. Səttar Umudovdan. Samir. Tas topu gözəl saxlayır. Uzun ötürmə İbrahimdən. Akışını alınmır. İstədiyi kimi. Top Türkan komandasında. Asif. Sırf çəkir. Asim. Türməsi gözəl alınır. Müqəddəs. Ayağı sürüşür Müqəddəsin. Eltazdan gözəl hərəkətlər. Topal Eltazda. Coşqun. Xətt üzərində. Keçiddə alınmışdı. Qayda pozuntusu ilə saxlayırlar onu. Coşqundan uzun ötürmə. Türmə. Umudun zərbəsi alınmır. Gözəl hücum. Qəddəs. Salımkan verdi Müqəddəsə. Sevər. Zərbə. Coşqun. Blok qoyur zərbəyə.
Coşkun uzun ötürmə verir, amma ötürməsi qeyridə qalınır. Sif ötürməsi keçində Asfin. Sever. Gözəl keçir rəqibini. Hayır, Sever imkan vermir bu dəfə. Belə çaxçıq oynayırlar iki komanda. Sədələnir Sever bu epizodda. Hakim oyunu saxlayır. Və Elvin oyuna daxil olur. Coşkun riskli mövqedə, riskli hərəkətlər və topu itirirlər. Hakim qayda pozuntusunu qeydə alır. Umut topu çəkir, amma qabağındakı Asimdir. Sami 2 nəfərin arasında sürülür. Sami ötürməsini də verir. Umut çəkir, amma alınma zərbəsi var burada. Bu dəfə Asim zədələnir. Elvin topu oyuna daxiləyəcək. Uzun ötürmə Elvindən qapıya doğru gəlir. Və qapı diləyə imkan vermir Asimin fərqlənməyinə. Sami topu oyuna daxil edəcək. Ötürməsi çox bərabər alınır Saminin. Belki top meydanda saxlaya bilmirlər. Belki komandada. Birbaşa qapıya doğru ötürməkdir bu. Samilə də elə top meydanını yan xəttdən tərk edir. Daha doğrusu qapı xəttindən. Ötürmə. Qüvvət zərbələri var. Qüvvətli idi, amma heç də dəqiq deyildi. Elvinin zərbəsi. İbrahim Coşkun ötürür. Alır ötürməsi Umuda. Top saxlayanmır. Yerdən Asim çıxır bunun qabağına. Asim. Hakim zərbəsini qeydə alır. Atılma gəlir. Umut sata bilmir. Digər oyunlardan fərq olaraq qol son keçir. Atılması. Top buraxır Asimə.
Asim. Asim yenidən zədələnir. Öncəki epizoddakı zədə imkan vermir Asimə. Elvin zərbə və möhtəşəm qol. Elvindən. Az öncə qüvvətli zərbədə olduğunu demişdim. Yaxın 9'luq nişan aldı və onunla imza atır Elvin. Uçan 1, Alfa 0. Hakim topu meydana çıxmadığını qeyd alır. Dəfə isə Səttar Umudov top meydana çıxardı. Asim sırf imkan vermir Umuda. Türməsində bir dəfə Coşquna tuş gəlir. Tərs toxunuş, Elsəvər güzel zərbəni yerinə yetirəcək. Elvin bu dəfə də zərbəsi qapdan aral keçir. Sırf çətinliklə də olsa top meydanda saxlayır və komandasında da saxlayır. Çünki uzun ötürmə gələcək, elə də olur, amma Qəddəs biraz bu ötürməni gözləmirdi. Taç. Coşqun ayaqlarının altından top meydanı tərk edir. Sağ ol. Sonradan top meydanı tərk edir. Digər xət boyunca davam edəcək. Sif. Qayda pozunçu qeydə alır hakim. Alfa komandası time-out götürür. Time-outdan sonra görüşərik. Və time-outdan sonra oyun davam edir. Kənan uzun ötürməsi. Coşqun topu meydanda saxlaya bilmir. Hakim meydanda olduğunu deyir topun. Məndən yeni qərarda deyil. Bunun zərbəsi isə çox mənasız idi. Uzaq çıxırlar müdafiədə. Elvin, mərkəzə, Asifə Asif. Asifdə top elə. Asifə qarşı qayda pozuntusu qeydə alır hakim. Qayda pozuntusu Samir idi.
Qüvvətli zərbə canlı səhvdən geri qayıdır. Bu səfər topu yan xəttə oyuna daxil edəcək. Topu meydanda saxlaya bilmir Asim. Asif. Ağlanı çatdırır topa. Müqəddəs top ələ keçirir. İlerləyir. Top elədə Müqəddəsdə. Tülməsini Asimə verir. Bu da Elvinin ötülməsi ayağına oturmur. Müqəddəsə bir salmani olur bu epizodda. Müqəddəs çəkir, ötülməsi, alınmır Müqəddəsin. Asif, sərbəstçi geri qayıdır, Elvin nəzarətində top. Elvin topu uzaqlaşdırır bildiyin. Sağ. Bu da Şuzuma çıxır ama komanda yoldaşını ötürə bilmir burada Asif. Bu dəfə gözə ötürmə verir, özü də zədələnir. Hakim oyunu saxlayır. Səttar Umudov. Elvindən uzun ötürmə, Müqəddəsə gözəl alınır. Amma Müqəddəs topu itirir. Top keçir Alfa komandasına. Samirdən də bir uzun ötürmə, Coşqun. Ötürməsi alınmır. Asif irəliyir. Zərbə. Sağdan qayıdır zərbə. Yenə Asifə qarşı kobud oyun var. Və yenə Asif sədələnir. Top yan xəttdən oyuna daxil olunur. Kənan. Asif. Müqəddəs sıyrıla bilmir. Əksucun. Samir qapı dirəyi yenə imkan vermir Alfa komandasının qol vurmağına. Umudovdan uzun ötürmə, Asif. Top Kənanla meydana tərk edir. Türmə. Top ayağını qoya bilmir. Əsəfərin ayağına top oturmur. Gözəl epizod idi, amma dəyərləndirə bilmir Türkan komandası. Elvin daşdıvar olub müdafiədə. Gözəl hücum. Bu dəfə də Asif imkan vermir. Geriyə gəlir Samir, komanda yoldaşı Kənan ötürür. Gözəl fint Samirdən.
Gözəl ötürmə. Asif Vüsal imkan vermir. Topu uzaqlaşdırır. Söver zərbəsi Asif fərqlə çölə gedir və ilk hissə yekunlaşır. İkinci hissədən görüşmək ümidlə. Və ikinci hissə başlayır. İlk hissədə 1-0. Türkan komandasının üstünlüyü də bitdi. Uzun ötürmə İbrahimdən. Mudamlı top saxlayır. Sami'nin ötürməsi keçməsi də. İkinci ötürməsinə isə Elvin imkan vermir. Sami'nin ötürmələri əl ki keçmir. Hakim qayda pozuntusunu qeydə alır. Və topun gerisində Kənan. Topu itirir. Əşsizim. Türkan adına. Dəfə alınmır. Samir mərkəzdən irəliyir. Hakim yenə Samirə qarşı qayda pozuntusu qeydə alır.